Təsəvvür edin ki, təbiətdə bizə bəxş olunan bir möcüzə var. Həm ləzzətli, həm də sağlamlıq üçün son dərəcə faydalı bir bitki. Bu bitki mətbəximizin ayrılmaz hissəsi olan kəvərdir. Kəvər yeməklərimizə xüsusi dad qatmaqla yanaşı, sağlamlığımız üçün də əvəzsizdir. Kəvərin tərkibi zəngin vitamin və minerallarla doludur. Kəvərdə C, K və A vitaminləri ilə yanaşı, kalium, maqnezium və dəmir kimi minerallar da boldur. Bu maddələr orqanizmin enerjisini artırır, sümük və dəri inkişafına müsbət təsir edir. Əgər siz də sağlamlığınızı düşünür və faydalı məsləhətlər almaq istəyirsinizsə, kanalımıza abunə olun və videolarımızı bəyənin. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir və bizə daha çox faydalı məzmun hazırlamağa stimul verir. Kəvər həm qida, həm də dərman bitkisi kimi tanınan, sağlamlığa çoxsaylı faydaları olan bir tərəvəzdir. Sarımsaq və soğanla yaxın qohum olan bu bitki zəngin tərkibi sayəsində immun sistemini gücləndirməkdən tutmuş, ürək sağlamlığını qorumağa qədər bir çox faydalara malikdir. Kəvərin tərkibində olan kaempferol və rutosit maddələri damar sağlamlığına müsbət təsir göstərir. Bu maddələr qan dövranını yaxşılaşdırır, damarları gücləndirir və yüksək qan təzyiqinin qarşısını alır. Tərkibində kalium və maqneziumun olması isə ürək-damar xəstəliklərinin riskini azaldır. Kəvərin tərkibində polifenol adlı antioksidant var. Bu maddə bədəni sərbəst radikalların zərərindən qoruyaraq xroniki xəstəliklərə qarşı müdafiə qalxanı yaradır. Xərçəng riskini azaltmaqda mühüm rol oynayır. Bir ədəd kəvərin tərkibində cəmi 50 kalori var. Bu da onu arıqlamaq istəyənlər üçün əla seçim edir. Liflə zəngin olduğu üçün toxluq hissini artırır və həzm sistemini dəstəkləyir. Kəvərdə olan lutein və ziaxantin göz hüceyrələrini oksidativ stressdən qoruyur və göz sağlamlığını dəstəkləyir. Kəvərin tərkibində C vitamini və digər immunitet gücləndirici maddələr də var. Bunlar orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır və ümumi sağlamlığını qoruyur. Lif tərkibi yüksək olduğu üçün bağırsaq hərəkətlərini nizamlayır, qəbizliyin qarşısını alır və bağırsaq florasına müsbət təsir edir. Kəvərin tərkibindəki vitaminlər və antioksidantlar dərini qoruyur, yeniləyir və yaşlanma əlamətlərinin qarşısını alır. Kəvər uzun illərdir ki, xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Sakitləşdirici təsirə malik olduğuna görə kəvər çayı həzmi yaxşılaşdırır və rahatlıq gətirir. Kəvərin tərkibində natrium olduğu üçün həddən artıq istifadə etmək tövsiyə edilmir. Sağlam və balanslı qidalanmaq istəyənlər üçün kəvər gündəlik menyunun ayrılmaz hissəsi ola bilər. Əgər siz də bədəninizə yaxşılıq etmək istəyirsinizsə, kəvəri rasionunuza əlavə etməyi unutmayın. Əgər bu video sizin üçün faydalı oldusa və sağlam həyat tərzi haqqında daha çox faydalı məlumat almaq istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sağlam qalın, enerjili olun və həmişə özünüzə yaxşı baxın.